Herkese salam. Uzun aradan sonra mən gəldim. Sizə video çəkmək qərarına gəldim. Bilmirəm bunun adı gələcək yoxsa yox. Amma çəkirəm də. Deməli saçımı yudum, girdim çimdim, saçımı yudum. Saçıma nələr istifadə elədim, paylaşdım. Hər dəfə məndən soruşursunuz. Bir də qızlar bu aralar çıxandan sonra sirkəli sudan saçıma tökürəm. Qətiyyən qoxusu gəlmir. Elə eləyin ki, gözünüzə dəyməsin. Çünki gözü yandırır. Bu arada qolum ağrıdı. Mikrofonu istifadə edirəm ki, səsim tam aydın gəlsin. Getdim dırnaqlarımı düzəltdirdim. Onu çəkməyi unutdum. Çünki vlog çəkmək istəmirdim. Amma sonra dedim ki, qoy çəkəyim. Muradın sabah ad günüdür. Onun oldu. Onun sürprizim var. Amma qətiyyən sürprizləri sevmir. Ad günü keçirməyi sevmir. Çünki sevmir ki, dostları ona nəsə alsın. Dostları ona məsəl üçün nəsə sürpriz eləsin. Onu sevmədiyi üçün məni də qoymur keçirtməyə. Amma mən keçirtəcəm. Heç nə almamışam. Onu almaq əvəzinə özüm almışam. Desəz nə almışsınız? Seçin. Çoxlu paltada aldım. Belə. İndi saçıma nələr istifadə edəcəm. Bunları bölüşəcəm sizinlə. Bu arada dırnağımın əvvəl sonrasını paylaşaram. Saçımızda əgər ki, saç qıranlar daha da çoxalırsa, bunun səbəbi qızda saç parfümləridir. Ona görə nə etməliyik? Saç parfümlərini istifadə etməli deyilik. Necə istifadə etməliyik? Qaydasını sizə deyim. Saçı tam biraz qurudandan sonra saç parfümündən istifadə edin. Çünki sulu deyir ki, nəmli olur. Onun heç bir faydası olmur. Saça saç qıranlar yaradır da, belə deyim. Ona görə də bəzi xanımlar yazır ki, saçımıza fen çox istifadə eləmirik, amma saç qıranlarımız çox olur. Məndə də bu hal yaşandı və bunu araşdırdım, gördüm ki, saç parfümləridir. Ona görə saç parfümlərindən biraz çalışın, az istifadə edin. Yağlar sulu halda vurmayın, qurudun, sonra istifadə edin, belə qızlar. Rexona olaraq, başqa Rexona mənə düşmür. Bunu istifadə edirəm. Üzümə tonalli makyaj istifadə eləməyəcəm. Çünki padırqam bəzəyəcək məni. Salona da getməyəcəm. Qaşımı aldıra bilmədim bu arada. Saç parfümünü bunu istifadə edəcəm. Qoxusu çox qəşəkdir. Saçı çox qəşək eləyir. Bir də krem vurub çıxacam. Bir də adidasımı geymişəm. Bu çox qəşək isti saxlayır deyə bunu geymişəm. Belə. Çox qızlar. Telefon zərətqəyə qoyum, saçımı fenliyim. Bu arada müdaçını almışam, qətiyyən istifadə eləmirəm. Almağı da tövsiyə eləmirəm. Havaya yerə 3000-ə qədər getdim. 3000-ə yaxın pul xərcləmişəm bunlar. Allah istifadə eləmirəm. Peki istifadə eləməyə bilmirəm. Amma düz fenli qəşəkdir, onu almağa deyər. Bunu yox, amma wow deyil. Nə bilim. Əslində mən alanda padırqam dedi ki, neyinirsən 2 dənəsini alıb. Bir də dedi ki, ikisini al, yaxşıdır, nə mi? Murad dedi ki, ikisini istəsənsə ikisini al. Amma bilsəydim almazdım. Bir para bunu kreditini ödürəm. Gəldim, açıldım. İndi saçımı qurutdum. Yenə mənim məşhur salonda saç ustam mənə hədiyyə eləmişdi. Sağ olsun. 2-3 dəfə xarab olubdu. O qədər güclüdür ki, şunuru o qədər uzundur ki, qıza Dyson istifadə edəmirəm. Bu demək olar 5 dəqiqə, 8 dəqiqə qurudur. Yəni çox qəşəkdir. Bizdə yəni kim gəlib razı qalıb, dərəcəsi də çoxdur. Baxın, tapmaq olmur bu fenlə. Barın feninin köhnə fenidir. Şunuru da çox uzundur. Tapsız görsəz al. Belə çəkim. Saçımı qurudum. Gedim Miranı götürüm, oradan qaynanam gedim. Sonra gedim tort alacağım elə belə. Burada qızlar getdim. Bunu başqadan aldım. Bir dənə qar rəngin çox qəşəkdir. 25 manat aldım. Bir dənə bunu aldım. Yaşıl bunun, bir də nə rəngini aldım? Kartis rəngini aldım. Bir dənə də ağ şalvar aldım. Bir də iç geyimlər zatları aldım. Belə. Benim güzel maşınıma gidiyoruz. Bunun arkasına bakın. Ne gündədir. Bu arada kamera çəkdirmişəm maşına. Düşürdü. Maşın biraz kızsın. Kameraya bak.
Yolda başıma qədər çox şey gəlir ki, belə bir kamera çəkdirmək qərarına gəldik. Amma bura 500 manatda yekə bir monitor elətdirəcəm. Gözləyirəm hələ. Pulu az xərcləsəm yığa biləcəm. Dərmanlarımı götürdüm. Zibilləri götürdüm. Ən önəmlisi Miranın belə bir ərzə kim nəsə vermişdi ki, doldurub. Mən də bunu doldurdum. Sorğudur. Nə istəyirsənsə bura yazsın. Bağçada. Tam ana maşınında arkada yüzgüçlü paltarlarım, açıqım hamısını tökmüşəm ora. Bu arada dırnaqlarım necə çıxıbdı, qəşəngdir. Maşın qızı basıb götürüm. Sonra gedeyim. Tam qurutmamışam. Gedib dayısından düzləşdirəcəm, tələsirəm. Saat 6'nın yarısı düzü. Burada çok soruşursunuz ki, maşını sürməyi kim öyrədib? Murad öyrədibdir. Bir də insanda gərək həvəs olsun. İndiyə kimi heç bir cərməm, heç bir qəza anı törətməmişəm. İnanan daşa dönsün. Bir də qəza anı törətmişəm. O da Miran maşında kilitli qalmışdı. Sonra çıxardandan sonra o fikirdən getdim, bir dənə Ford'a çırpdım. Belə bir hadisə yaşamışam. Cərmə olaraq o sarı torlara bir dəfə düşmüşəm. 2 ildir maşın sürürəm. Bu yaxınlarda oldu da. O da mənim günahım olmadı. Arxadakı necə siqnalladısa getdim. Sarı xəttə dayandım. Belə. Bir də ki, yəni Instagramda da gəlir. Rayona getmişdim. İlk dəfədir ki, rayon yolu sürürdüm. Onda da yəni özüm sürmüşəm. Hamı yazdı ki, rayona özünüz gedib gəlmişsiniz. Qətiyyən qorxmuram. Qəza keçirməyimə baxmayaraq 3 ilə yaxın Koleskada qalmışam. Yəni tam yeriyə bilməmişəm, axsamışam. Ona baxmayaraq yəni özüm narahat olmuram. Yəni özüm sürürüm. Biraz bizim yollarımız pisdir. Yavaş sürməyə çalışıram ki. Belə qızlar, maşınlar haqqında suallarınız olsa verə bilərsiniz. Bacınız təlimsiz öyrənibdir. Bir də insanda gərək həvəs olsun. Konumsuz zatsız bəzi yerlərə gedirəm, bəzi yerlərdə konumla gedirəm. Çünki bu aralar qanunlar artıbdır, cərimələr, yol qaydaları, xəttləri dəhşət artıbdır. Dəxlisiz xətlər çəkiblər. Bir andan o sarı tor yaxşıdır, bir andan pisdir. Adım çatdı, Miran bağçadan götürməyə. Yol provkadır. Kızlar onun üstündə dayananda 100 manat cərimə gəlir. Ehtiyatlı olun da o torları. Əslində o toru qoyublar ki, onun üstündə dayanmayaq. Amma biz də gedirik onun üstündə dayanırıq. Provka olanda mümkün deyil. Qaynanamcılar biraz oturdum. İndi getdim tort almağa. Getirəm bunları koyam. Bir də deyil. Demək belədir söhbətimiz. Mən burada deyirəm ki, Murat, qonaq səni çağırır. Gəl kabinetə. Və siz də özünü qoyursunuz, biz də kollektiv şəkildə arxadan gəlirik, əl çala-çala hamı girir içəri. Bir dənə adam göndər, məni çəksin də bəs. Kim çəksin? Biri göndərim, yaxın adamdır. Biri oradan çəksin. Onu biləcək axı. Hə? Onu biləcək. Arkasında durursunuz. Bildim sən kollektiv gəzəl çalacaq. Ola bilməyəcəklər də, amma arxadan gələcək. Çünki konu bilmir axı sən Onu bir dəfə göndər, burada çəksin. Başda, göndərim gəlsin. Mən özüm arxadan gələcəm. Mən hanı mən şey izah verməm sənə, yandıran eləyə. Güzel götürdüm, bəsdir. Tort elə eləmə. Başını sarıyacağım. Qoy ələm. Əla, ben əla. Əlim belə elə. Tortu kim pişirmişsə əla. 22 manat pul vermişəm mən ona. Əlimlə göstər denən əla. Qoy bura de əla. Ben 22 manatını verəcəyim.
Porta eləmişəm mən. Evet 22 manatımı verəsən mən. Süpersin. Kendi de mamaya şeysin. Ne kadar şeydi. Tahta da. Boş arzularla, uzun ömür, can sağlığı. İnşallah ən çox elə meyvə. Sizler uzun ömür, can sağlığı diliyorum. Yüz eləyəsən. Həm iş yoldaşlarla, həm ailenle beraber. Allah səni xoşbəxt etmədən Öpürəm səni çox. Sen de şirin olan sizin münasibətinizdir. Sağ olun, çok sağ olun. Teşekkür ederim. Hoş geldiniz. Aleyküm eşlemeyin. Çok sağ olun. Sağ olun. Ad günə gəlməyə son bir parça qoyub getirəm. Burnumuzdan gətirdim. Torsta qoyub getirəm. Hadi. Maşından sana göre. Bir de işte telefon götürdüm. Burnumdan gətirdilər. Ben papağı taktım. Boşum şuraya. Ben yeni papağım nerede de çosa yok şimdi. Ben kogal olur taze pişmiş. Ya. Bu arada kaşım aldım şunu canım. Korktun. Ata da yatmazsa. Ha biz ışığı söndürdük sen korktun. Niye? Kimden yatırsan? Ha ya ışığı söndür gedək yataq. Deyirəm yaxşı bahaydan var ya. Ha ya ışığı söndür. Get yat. Koy yanlı kalsın onda get yat. Ha hele kalsın gel. Çık gedək yataq gel. Gel. Çık yerime. Çık yerime. Çık ışık yanlı kalsın çık. Üstü ört. Üstü ört. Ha yat. Ata deyir bağçaya gedənsən? Ha yalan deyir yat. Sen əsəbləşdirir. Sen yatmışdın niye durdun? Sen yatmışdın niye durdun? Ha. Ata ışığı söndürdü. Ha yat da söndürmeyecek yat. Gel çevir atıl.
atan döyəcək. Hə, dronda oynadarsın. Hələ? Hə. Yatır. Gözü yatır. Yaxşı yat. Şükür. Gözü. Sabah xeyir qızlar. Miran koydum, geldim. Getirəm evə. Biraz uzanıp öldürüp evler yığışdıracağım. Sonra da Allah kərimdir. Əri girən kimi əynimi soyamamış. Tez ağları atıram ki yolsun. Saat hal-hazırda 10'dur. Kızlar, Instagramda paylaşmışam ama burada paylaşmamışam. Paltalarda ləkə varsa, indi bunları qatmayacağım. Gözlüyüm bir şey göstereceğim. Ben məsləhətim həmişə paraşovu içine tökün. Onda yaxşı olur. Ağlarına, qaralar yox. Qaralarda tökəndə ağardır. Bir de ki bundan alın kızlar. Paltaları duman edir. Paraşovu bura tökəndə biraz sundan töküb paltaları duman edir. Yaxud da ağ paltaların üstündən belə tökə bilərsiniz. 72 sabunun sulu formasıdır. Çox qəşəngdir paltalar. Uşaqlarınızın paltarında ləkə varsa hamısını aparacaq. Bunu deməli qırışmasın deyə sıxmanı 400-ə də qoya bilərsiniz. 800-ə, 1200-ə qoymayın, məsləhət görmürlər. 60 dərəcədə yusun. İçində nəsə balacalaşır, nəsə var. 5 dəqiqə qoydum. 1 saat 14 dəqiqə qoydum, tərtəmiz edir. Bu arada bunu vurmadım, gözü. Bir daha vuracağım. Parfüm de sonra axıra yaxın qatacağım. Burada kızlar pervolun bura tökdüm. Mən həmişə tez tökürəm qoşanda. Çox adam axıra yaxın tökür ki, olsun yolur gedir, amma qoxusu qalır. Bingonu alın. Bingo çox qəşəngdir. Qoxusu qalır. Baxın, hamısı içine getdi. Bir de 3 ildir paltaryan işlədirəm. Limonlu zat arada bir də yumuşam da. 3 ildə bu heç vaxt xarab olmayıbdır. Qətiyyən. Yəni oranı açıram, təmizləyirəm, heç nə çıxmır. Çünki paltara yoxlayıram. Ondan sonra orada çox paraşok atmıram. Hələ bunu yumamışam mən. Vaxtı yumuram da. Bu sarı ləkə 72 sabunun ləkəsi. Yəni görürsünüz tərtəmizdir. Bunu çıxardıram, buradan basıram, bunu çıxardıram, oraları təmizləyirəm. Nə vaxt təmizləmirəm? Yalan deyəcəm. Amma görürsünüz təmizləyən 3 ilə baxmayaraq. 3 ildə deyil, 4 ildir qızlar. 4 ildir, yəni bunu istifadə edirəm. Heç vaxt xarab olmayıbdır. Burada qaraları da seçdim. Bundan sonra qaraları atacağım. Oradakı sok çəkəni, ət çəkəni yığışdırmışam. Sizlərə qoymuşam. İzləyicəm həmişə onu qarışırdı ki, pis görsəm. Tamam. Bu yüzden yapmışam ki çəkiliş eləyəndə görsənməsin. Belə gedim Miran otağını yığışdırım. Bunlar maşına qoyduğum paltarlarda gətirdim. Təzəsini yığacağım. Hər dəfə maşına ehtiyatdan qoyuram. İlk dəfədir belə bir şey eləyirəm. Yadımdan çıxıbdı. Buna parmatım. Bu arada kızlar Temu'dan böyle bir şey almışam. Topu da var. O kadar güzeldi. Topu verdi. Şimdi yadımdan çıkıp burada kalacağım. Göster. Evet. Topu da var. Mirancığım. Boy artırmaq üçün uşaqlar belə şeyləri çox sevir. Temu'da çox münasib qiymətlərdə ala bilərsiniz. Yadımdan çıxmamış atım. Miran Sərbaqçıya tez apardım. Bilirsiniz, akşam ad günüydü. Çayını içdi. Pampers zat istəyəcəm. Bir dəfə soruşursunuz Miran'a hansı pampers istifadə edirəm. Deməli, bundan da istifadə edirəm. Tuman formasında Miran'a düşür. Bir dənə də pampersin özünü istifadə edirəm.
Aldığımı görəm inansız. Miran dağıdır hər dəfə. Mən yığışdıram, Miran dağıdır. Qapının içi düşür. Temudan belə bir Mirana karşok aldım. 45 manata. Almayın. Yararsız ya. Quraşdıra bilməm ya da ki başım çıxmır. Çox pisdir. Muradın da saatını söndürürüm. Hər video çəkəndə çalır. Qızlar, inansız Mümtazda tam burası oturmur. Məncə buradan alsız daha yaxşıdır. Nə bilməm, xoşuma gəldi. Bırak, pulum getdi. Yemək hazırlayıram. Qızlar, səsikanın qabığını soyub bu şəkildə qaynasız daha yaxşı olar. Belə faydalıdır. Səsika faydalı deyil, bozu yenidir. Belə yaxşıdır. İçindəki yağlar tamamilə əriyir. Bu manqalı üstü ən bahalısıdır. Əslində səsika sevmirəm. Sən niyə çəkirəm? Sən belə hazırlaşıb ara gəlsən. Hə? Deyirəm, birinci dəfədir mən görürsən. Mən hər gün bir hazırlaşıram. Yaşa bir gün. Daha belə özənlə bəzənirsən, nə olur? Ad günündə deyə. Yola verdi, getdi. Hər şeyi verim. Nəyi? Bir də dəftər ver. Dəftər yanına gətirdin, amma beş yaramaz. Masaja gedəcəm, pul ver. Hə? Pul yox. 20 manat masaj. Hə, al. Sağ ol, var. Sağ ol. Bye. İçində olan götürmüşdüm. Hər dəfə götürürəm. Bunları sarıram. Bütün dəsmalları attım. Hamam xəvəti zat. İndi onları yuyuram. Qızlar, evdə iş çoxdur. Ancaq yumaq işinə məşğulam. Desə sən yazın. Bazardan yuyur. Amma yenə də mən onu rahat vəziyyət çəkirəm, seçirəm, eləyirəm. Hələ ipdən paltarlar götürmüşəm. Bunları yerləşdirməliyim. Mirançıları yerləşdirdim. Özümçülər qalıb. Bunları da sərəcəm. Hamısı işdir. Bunu da yığışdırım. Bizi də yığdıq. Qaldı. Bir tane bunu ütüləyəcəm. Bu şalvar da biraz ləkəlidir. Miran dünən mən təpikləyib. Bunu yumamışım. Təzə. Allah təpikləyib. Bunu atacam yolsun. Hamısı Miran edir. Öz şalvaram da təmizdir. Bu arada Murad bilirəm işe gedəndə nə geymişdi. Gedib bunları almışdım ki, dəst geyinim. Miranı da çoxdandan almışdım. Daha dəstləşdirdim ki, bir olaq. Bebe! Bebe! Sağ ol elə, sağ ol elə. Bye bye. Bye bye, gəl. Ara. Düş oyna, düş. Oynadım. Kızlarım, bilən bağçadan çıxana 3 dəfədir ki, cicibə balmışam. Heç yiyən gəlirdi. İmran bu sevdi. Bir anda banan gibi hava olsun bebəmə. Nelər Miran, yine cici bebe. Cici bebe. Ne yedin cici bebe? Biyo. Biyo. Yolumuz da gördüğünüz kimi tıxacdı. Provkada dəhşət. 1 saat burada böyle yavaş adım adım gedəcəyik. Bu da bir negədir karışır. Mama. Sən çəkim. Miran çəkirəm. Miran çox ağıllı bəbədir. Bilmirəm çəkirəm yoxsa yox. Evin halına fikir verin. Hər yerə paltar sərmişəm. Sessiz ol Rosie. Miran Kayu'ya baxır. Bu arada kökü çok sevir. Rosie Her dəfə deyir mənə kök verir. temizlemeyi komik buluyordu. Ama Kayu
Qızlar, deməli Murad işıq pulunu ödəməyibdi, qaranlıqda qaldıq. Miran da qorxdu. Niyə ödəməmsən? Ödəməyib. Sən yenə kök yeyirsən. Sən nə qədər kök yeyirsən? Ver, mən də yeyim. Bekarsılıqdır, ver. Ver də, sən nə qədər kök yeyirsən? Yoxdur. Ay dədə. Apadı. İşıqlar sönüb. At ödəməyib işıq pulunu. Ha? At ödəməyib işıq pulunu. Ağlayaq. Işığı yandır görüm. Mən də adaptör taxmışam. İndi söndü. Sağ söyle. Səhifəmizə abunə olub yorum yazmağı unutmayın. Sağ sağ dedi. Ha? Sağ sağ dedi. Ha? Sağ sağ. Yaxşı online'dir. Şu ödə deyən kimi ödədi yandı. Bu nə mahnə? Bu da mama. Kapı. Karpuz istəyirsən? Alıram aşkım. Hələ sezonu deyil. Sen de böyle. Sen de böyle bebi de. Bebi. Ay. Tight, tez o tight. Bu arada Miran'a karar verdim. İşte kızlar çok çoğalmış şey. Bebe piçi istiyor. Bu senin adı piçi. Ate piçi ada. Adı piçi ada. Adı piçi ada. Peki aradı. Aduyi. Elindeki nedir? Burada. Banan. O banandır. Neçə dənə banan var? Burada. Neçə dənə banan var? Burada. Say gör neçə dənə banan var? Bir. Say. Say neçə dənə bananımız var? Say. Bir. Saymırsan. O da küssüm səndən. Gedirəm yatam mən. Sayırsan. Sayırsan hə yox. Neçə dənə banan var orada? Sən neçə yaşın var? Sən neçə yaşın var? Sən neçə yaşın var? Sən neçə yaşın var? Demirsən, danışmırsan. Sən neçə yaşın var? 2. Sənin adın nədir? Adın nədir sənin? Miyay. Mira. Sən bağçaya gedirsən? Bağçaya gedirsən? Burada. Vəfal çox istəyirsən yoxsa Acünü? Acünü çox istəyirsən? Acün getdi. Məndən üçün darıxırsan. Acünün maması xəstədir də. Qoy gəlsin, gələcək. O nədir? O nədir? O əlindəki nədir? Banandır, hə? Neçə dənə banan var? Neçə dənə banan var? Denə ana, xahiş edirəm. Xahiş, denə. De, xahiş. Denə ola. Açma. Açdım. Denə, ana. Kızım ne sazının içine koydum. Ben de bir tane gideceğim. Murat'ı ben de öldüreceğim. Yine tuturum saçımı kır. Allah çiçek gibi bir defa keçal eleye tam olsun. Ha? Keçal eleyim seni. Ha? Yanlış bulmuşum. Atam beni öldüre.
Yeminlə atam məni öldürər. Allah and olsun. Maşı. Allah'a and olsun. Atamdan üçün qorxuram. Yo yo gələndə bizi öldürəcək. Kızlarım burada qışqırtma hazırlayıram. Yeminlə məni öldürəcək də. Viran saçını keç alacağım. Amma qətiyyən sevmir də, yəni bilsə, yəni məni öldürər. Yox, mən saçımı eləyirəm. Ay, bala, istəyəm. Həmsə biz dava edirik. Bu da deyir ki, sən saçı verirəm. Deyir, mən başım ki, saçı qırxım. Yamaş. Gəl qırxım da, nə olar? Maş. Gəl saçı qırxım. Maş. Gəl saçı qırxım. Ata da məni çırpsın. Yox. Gəl saçı qəşəng qırxım. Maş. Nədir saçımı kəsmir? Gəl. Gəl də kəsək, gəl. Gəl. Şadıramma ya, şadıramma. Gəl də kəsək, gəl. Söndürün məni. Gəl də Mustafa məni öldürəcək. Ay Miran, gəl deyə çımsa düzəldim, qırpmıram. Pis günə qoymuşsan saçı. Özünə baxırsan məni öldür. Allah yapsın, özünə də, özün. Özünə də. Özünə də. Nə oldu? İstəmirsən? İstəmirsən? Miran saçını qırxdım. O qədər ağladı ki. İnan ki, vicdan azabı çəkirəm. Mirana hələ güzgü verməmişəm. Başına baxmıyor. Çox ağlayırdı. Mama saçım yox, mama saçım yox. Evin heç dəfə qaçdı. Onu biləm ki, Murat məni öldürəcək. Allaha and olsun ki, bir dənə çolkasını kəsmək istəyirdim. Maşınkanı özü götürdü, başdan belə elədi qıraqlarını. Deyim, qoy qıraqlarını vurmayacaqsa ortası qalsın da. Gedib salonu düzəltdirərəm. Sonra elə bu kimsə mənə dedi ki, qırx kesini. Murat məni öldürəcək. Allah'ım. Ama geçiyor oldu. Çıxardı inşallah. Necəsən? Yox. Ha? Yox. Yox. Çıxacaq aşkım. Bəbə oldun sadəcə. Qəşəksən? Bax görüm. Qəşək də. Bəbə ol, qəşəksən. Papaq taxarıq, hə? Papaq taxarıq. Bəyəndin? Ağlama aşkım. Bəbəm, elə eləmə, qurban olum. Bəbəm, küsmə. Üzə kırılır. Ha, başa yox. Üzə vur. Bu Ha, başına pudra vurdum qızlar. Üzə kırılır, yat. Keşke olçatından döyməsin. Çok qorxuram. Allah məni öldürəcək. mama. Ne oldu? Özümə də vurum. Maman da saçını kəsək. Maman da saçını kəsək. Bu Bunu kəsəm. Mən də kəsim. Hal-hazırda Murat gəlir, qorxumdan ağlayıram. İnanırsınız Allah'a. Kəsdiyimə o qədər peşmanam. Kızlar, inanın Allah'a, Miran, yəni Miran o qədər çox pis ağladı ki, yəni bir tər qırxdım da, yəni bilirsiniz, ana saçım, ana saçım, ana saçım. Yəni 3 yaşında uşağın saçını qətiyyən qırxmağı tövsiyə edirəm, amma da məcbur qaldım çünki saçını püskünə salmışdım. Həm özü, həm mən. Birinci çolka getdi.
Murat'ın reaksiyası mən çox maraqlıdır. Amma saçını yığıb saxlamışam. Özümü təsəlli verirəm. Oxu. Yaxşı, gəl bura, gəl. Gəl, onda bu Miranın saçını yığıb saxlamışam. Hamısını qırdım, saçlarını hamısını uzadı. Saxlamışam. Nədən olsa 42-dir, 3 yaşında. İndi qızlar sizə bir də açıqlama verəcəm. Deməli, dünən Murada görə qışqırtma eləyəsiydim. Həqiqətən də qışqırtma oldu. Bir dənə bacımı yığa bildim ki, pisləşmişəm da. Mən də pisləşim, bacımı yığıram. Ürəyim getdi evin ortasında. Gördünüz şimdi dəsmal zadı orada qalıbdı. Hamı telefondaydı. Mirana kim yığırdı. Hətta Əlməsri, hətta Murat gəlib Miranı görüb şey eləyə bilmədi. Burada yerində sərmişik. Burada yatışdırıb Miranı. Məndən məşğul olubdu. Mənim düz 3-4 dəfədir belə olmuşam. Bir kimsədən dalaşandan sonra bir də axırıncı dəfə əməliyyatımda ürəyim getmişdi. Yəni belə şeylər olan deyil də məndə. Bu bir sudurqa deyil. Nədirsə bilmirəm də qızlar. Ürəyim gedir, hər yerim uyuşur. Hərəkət edə bilmirəm. Yıxıldım yerə. Minəm başımda o qədər oturub ki, başımda oturub, başıma o qədər vurub ki, yəni bir dənə səslər eşidirdim ki, bacım deyirdi ki, telefonu ver mamaya, o da deyirdi ki, mamayı datıb, mama datıb. Hər nəsə burada özünü çatdırdı, şərbət zat verdi, biraz özümə gəlmişəm. Skor zat çağırmadı, dedi çağırım, dedim yox. Qışqırtma eləyə bilmədi, elə bir qışqırtma özüm oldu. O qədər depressiyaya girdim ki, o qədər içime attım ki, şu an saçını qırxmışam deyə, onu ağlatmışam deyə. Yəni bildiyiniz şeydə qışqırtma özüm oldu. Murada olmadı dedi. İndi Miranı apardı, gördü vəziyyətim çox pisdir. Gəlsin, görək reaksiyası nədir. Gör çox pis oluram, çox kompleks eləyirəm. Qayıdıb deyir ki, şeydir. Və belə yaxşıdır. Yazır nəticə. Bir üzəsini verə bilmirəm mənim üstümdən. Deri çivi atarsan, pis olarsan. Bəlkə də onu ağlatmışam deyə oldu, nə bilim. Hələ də başım fırlanır edansız. Oradan hədiyyələr maşındadır. Getdiyimiz dənə bir dənə gətirdiklərini paylaşacağım. Belə bir forma alıblar. Əslində əsəbləşəndə buradan formalarını çırırım. Yazıq səsi də çıxır. Çok qəşəngdir. Açıq alıblar. Çok göstərir. Bir dənə də açıq alıblar. Mənim yoldaşım açıq xəstəsidir. Belə bir köynək alıblar. Ne qəşəngdir. Sağ olsun, əfaylar çox olsun. Başım gücəldir. Belə bir kofta alıblar. Açıq rəngdə göstərir. Belə bir açıq alıblar. Bu mən taxaram da keçib. Paylar çox olsun, çox sağ olsunlar. Halım yoxdur, inansız danışma. Poldalarını attım yığma. Şəhər tezdən əsas 8-dir. Biber salatı istədirəm. Biber salatı, bu da toyuqdur. Hazırlayayım. Burada da yəqin ki, saç qazad eləyərəm. Stəkanlara bax, yatmışam deyə. Heç halım yoxdur, inansız. Biber salatı mən belə edirəm. Biberləri nazik-nazik doğrayacağım. Xiyarı da nazik-nazik doğrayacağım. Toyuğu bu şəkildə elədim. Ağrıyıram deyə toyuğu çox didəlləyə bilmədim. Bunu da tyorkadan keçirdəcəm. İstəsəz pişirib keçirdə bilərsiniz. Zövqə görə hər şey qata bilərsiniz. Qarğıdalı mayonez, basma mayonezsiz eləyirəm. Smetana qatacağım belki. Başım fırlanır, inansız. Bunu doğrayayım. Künəyə baxa-baxa eləyirəm deyə çəkə bilmirəm. Bu şəkildə qızlar hissə doğradım. Ola bilər biraz bəzilər qalın çıxsın. Yəni də deyirəm, halım yoxdur.
Qarğıdalı zat. Zövqə görə düz üstüz qatacağım. Bunu da hazırladım, yeməyi də hazırladım. Uşaq bağçadan qoyub gəlirdi. Reaksiyonu mən özümdən ala bilmədim. Reaksiyon nədir Murad? Deyəcəkdən bu saçımı dıvırdım bana. Murad, nə düşündün? Əsəbləşdin? Ha? Və niyə bildirmirsən? Bir anlıq elə bunun rəketimi də qışqırdım. Ayda başım çok sağ. Yaşayayım. Geçen dedim sen geldiğinde de salat zat. Üzür yemeydi. Gazımız da sönüp platikada pişirmişim. Çiler temizledim, kapları yudum. Yemeğimizi yedik. Ben de bu şekilde yudum. Salatası da koyacağım xaladenikə. Dəsmalı yumuşam, onda çox qalır. Salfana da bükəndə vapşı təzə qalır. Videonu burada sonlandırıram. Səhifəmizə abunə olub bildirişləri açmaq unutmayın. İnşallah nəsə çəkə bilmişəm. Sağ olun.